Salam əziz, dəyərli izləyicilər. Bugün sizə dolça bürcünü təqdim edirəm əzizlərim. Bax, əziz dolçalar. Heç kimə demədiyiniz arzular səni özünə çağırır elə bir. Əziz dolça, bu həftə sanki içində bir təkan, bir çağırış var. Amma bu çağırış nə başqasından gəlir, nə də hansısa hadisədən. Öz ruhunun dərinliklərindən gəlir əzizim. Çoxdan bəri unudulmuş bir arzular, yarımçıq qalan planlar, söylənməyən hisslər ki, sənin içində boğmağa başlayır səni. Bu həftə özünü ifadə etmək, həqiqi istekləri ortaya çıxarmaq, ən əsası başlanğıclarının gözləntilərinə yox, öz yoluna qulaq asmaq zamanıdır. Amma diqqət, bu yol tənqid, yanlış anlaşma, hətta iki qat bir müşayiət oluna bilər əzizim. Evdə və ailə həyatınızda içinizdəki bəzi suallar cavabsız qalanda bir səssizlik uzanır sizdə. Bu həftə evdə sözlər deyil, baxışlar danışacaq, ailə üzvləri ilə sanki eyni məkandasınız, amma ayrı dünyalardasınız elə bir. Onların səni anlamadığını hiss edə bilərsən. Bu duyğu xüsusilə ana və ya bacı ilə münasibətlərdə önə çıxacaq. Əgər ailədə keçmişdə baş vermiş bir anlaşmamazlıq varsa, əgər var idisə və bu uzun müddətdir susqunluğa ötürüldüsə, bu həftə kiçik bir səbəb, böyük bir partlayışa səbəb ola bilər. Ani bir səbəb. Biraz diqqətli ol. Hər reaksiya, hər bir şeye reaksiya verməyə dəyər deyil. Evinizdə yenilənmə, bir dəyişiklik, bir dekorasiya ilə bağlı planlar varsa, bu həftə bunları başlamaq üçün doğru zamandır. Evindəki fiziki dəyişiklik, psixoloji rahatlıq gətirə bilər. Biraz üzürü hesablayın, əzizlərim, müalicə alıram boğazımla əlaqəli. Ona görə biraz təngə nəfəsdə ola bilərəm. Buna, öncədən üzr istəyirəm əzizlərim. Bax, işlə, karyeranla əlaqəli sizə uğur. Bax, bəzi karyeranızda orijinallıq sizə uğur gətirsə də, başqalarına bir təhlükə gətirə bilər. Bu həftə işdə, öz fərqliyinlə görə seçiləcəksiniz. Amma problem budur ki, sizin fərqliyinizi dəstək olaraq görmək əvəzinə bəzi insanlar onu təhlükə kimi hiss edəcəklər. Xüsusilə sənə yaxın olan, hətta dost kimi görünən bir əməkdar sənin ideyalarını tənqid etməyi, nüfuzunu azaltmağa çalışa bilər. Buna biraz diqqətli ol, əziz dolçalar. Bax, sənin bu həftə elə bir yaradıcı ideyaların çox olacaq. Amma bu ideyaları hər kəslə paylaşma çalış. Hələlik ideyan sənin içində böyüsün qoy. Zamana bırax. Lazım olan anı özü göstərəcək sizə. Əgər iş dəyişdirmə, əlavə layihələri başlamaq və öz biznesinizi qurmaq haqqında düşünürsünüzsə, bu həftə ilk addım üçün enerjilər mövcud olacaq sizlər üçün. Sadəcə detallara fikir ver. Çünki kiçik dostluqlar böyük problemlərə yol aça biləcək əzizim. Qohumlarla, qonşularla münasibətlərdə sizi başa düşən az adam olacaq. Öz fikirlərini bildirən sizə çox olacaq. Bu həftə yaxın qohumlar və ya qonşular tərəfindən həyatınıza müdaxilə cəhdləri ola bilər. Müdaxilə etmək istəyəcəklər. Kimisə sizin yaxşılıq üçün verdiyin tövsiyə, əslində səni öz seçimlərindən uzaqlaşdırmaq məqsədi daşıyır bu. Bəzi qonşuluqda, yaxınlıqda, qohumluqda olanlar. Bax, bu qohumunun paxıllıq və rəqabət hissi ilə sənin seçiminə qarışması mümkündür. Ona görə diqqət et əzizim. Xüsusilə uşaq, ailə, köç və ya təhsil
məsələsində fikir ayrılıqları ola biləcək. Əgər ailədə əmlak və ya köhnə maddiyyat məsələsi varsa, bu yenidən üzə çıxa bilər, qızışa bilər, danışıla bilər. Qonşularla bağlı deyərdim ki, sizin barədə yayılan kiçik amma narahat edici bir şayə duya bilərsiniz. Amma panikaya düşməyin. Yəni sənin reaksiya olmağın onların sözlərini dəyərsiz edəcək. Nə qədər öz ifadənizi gözəl verəcəksiniz, bax eləcə onlar üçün dəyərsiz olacaq əzizlərim. İntriqalar. Bu həftə sizə qarşı dolayısı planlar, arxanızca gedən danışıqlar, gizli niyyətlər, aktiv ola bilər biraz. Bəzi insanlar sizin yanınızda olarkən çox səmimi, mehriban, amma hər dediyini başqaları ilə paylaşmaq üçün can atırlar. Bu şəxsi sanki sənin həyatını başqalarının müzakirə mövzusuna çevirməkdən zövq alır. Əgər son zamanlarda bir sirrini kiməsə açmısınızsa, bu həftə o sirrin dolayı yollarla yayılması sizə gəlib çatması mümkündür. Bax, buna da biraz görürsünüz, hər insana ürəyinizi açmayın əzizim. Alqış olaraq alqışlanacaqsınız, şanslı olacaqsınız, yeni başlanğıclar, yeni hobbiniz ortaya çıxa biləcək. Biraz fikirlərinizi zehninizdə saxlamayın, yəni böyüdərək söyləyin. Əmək çox verəcəksiniz, hər çox gözəlliklər görəcəksiniz, yanlış xəyallar çalışın, qurmayın əzizim, ziyana düşərsiniz, arxanızca, yəni hər yanlış xəyalın arxasınca qaçmayın. Aktiv olanlar, gözəl reklamlarınız, ifadələriniz ola bilər. Sizin arxanızca göz qalıb, biraz bəzi işləriniz tərsə gedə bilər. Yeni tanışlıqlar, gələcəyə diqqətinizi verəcəksiniz. Maddiyyat, rəsmi işləriniz ola biləcək. Bir işin elə bir içinə çıxmışsınız, girmişsiniz, çıxa bilmirsiniz oradan. Bəzi qayğılar, qorxular. Özünüzü get-gedə xoşbaxt hiss eləyəcəksiniz. Güvəndiyiniz birinin yanında olacaqsınız. Bir kişi ilə işbirliyi edəcəksiniz. Sizin elə bir ki, cibinizdəki pulları belə hesablayırlar ki, nə qədər imkanınız var, maraqlananlar var sizinlə, muradınıza çatacaqsınız. Sizi tərif edəcəklər, telefon zəngləri ola bilər. Borc istəyib sizdən geri qaytarmayanlar ola bilər. Yaradıcılığınızla bax parlayacaqsınız əzizim. Bax, ayın 10-una qədər sevincli bir xəbərləriniz ola biləcək. Sentyabr ayına qədər həyatınızda dönüşümlər ola biləcək. Hətta bu dönüşümlərə inanmaya bilərsiniz. Bir ortaqlıqlar, işlər, anlaşmalar, sözləşmələr, problemli sevgidən qutaracaqsınız. Öz sevginizi taclandıracaqsınız. Artıq doğru bir partnyorla yanaşaraq planınızı düzəldərək son dərəcəyə şanslı olacaqsınız. Biraz qardaş bacının cavabdehliyi ola bilər üzərinizdə. Şansınız açıq olacaq əzizlərim, narahat olmayın. Geri çəkilirsiniz, biriləri sənət verir əlinizə, amma siz geri çəkilirsiniz. Bir əməliyyat, bir estetik əməliyyatından vaz keçə bilərsiniz, bir dəyişikliklər, dedikodular, platonik bir sevgi varsa da o platonik sevgidən, yəni gerçək olmadığını bilərək uzaqlaşacaqsınız, rədd edəcəksiniz. Qardaş bacı arasında ədalətli bir paylaşma ola bilər. Övladınla qürur duyacaqsınız, sevinirsiniz, etibarınızı qazanacaqsınız. Başarıqlı, önəmli işləriniz olacaq, bacaracaqsınız. Bax, telefon əlinizdən düşmür. Bəlkə də müştərilərlə işləyirsiniz, telefon əlinizdən düşmür. Əzizim, xeyrinizə gözəlliklər ola biləcək. Maddiyyatınız artacaq, bərəkətlənəcək. İnsanların niyyətini dəqiq görəcəksiniz, tədbirli olacaqsınız. Bir təhlükədən qutaracaqsınız. Hər şeyi fərq etməyə başlayacaqsınız. Önəmli görüşlər zamanı gələcək. Sizə söylənməyən sözləri eşidə bilərsiniz. Ya sevgin, ya həyat yoldaşın, ya nişanlın sizə dəstək ola bilər. Göz önündə olacaqsınız əzizim. Həyatınızda da gözəl yerlərdə olacaqsınız. Sizi, yəni, parladan sevginiz ola biləcək əzizim. Bu həftə maddi baxımından sabitlik gözləmək əvəzinə yeni yollar axtarmaq vacib olacaq sizə. Köhnə gəlir qaynaqlarının daraldığını hiss edə bilərsiniz. Amma bunun əvəzində
yaradıcılıq, yeni başlanğıclar, onlayn bax imkanlar sənə yəni alternativ qazanc gətirə bilər əzizim. Hansısa bir ideyan varsa da yəni biraz ideyalarım var, amma düşünürsünüz ki, kim ala bilər mən bu ideyalarımı? Yəni bu həftə çox cəhd edəcəksiniz. Təşəbbüslü şəkildə, yəni sizin enerjinizi anlayan insanlar ortaya çıxacaq. Qısa müddətdə maddiyyat axını olsa da belə sizə, yəni gözəl maddiyyatınız gəlsə də belə yığmaq üçün deyil. Biraz xərclərə diqqət edin. Xüsusilə texniki cihazlar, telefon, kompüter, internet ödənişləri bu həftə qəfil problem və ya zəruri alış yarada bilər sizlər üçün. Əgər münasibətdə əziz dolçalar, bax münasibətdə birilərinə münasibətiniz varsa da partnyorunla emosional yaxınlıq, soğuqluq arasında biraz sallanacaqsınız, elə biraz soğuqluq olacaq ortalıqda. Danışmaq istəyəcəksiniz, amma qarşı tərəf susacaq. Sən uzaqlaşmaq istəyəcəksən, o yaxınlaşmaq istəyəcək. Dolçalar üçün bu həftə münasibətdə ən böyük təhlükə səssiz, yəni səssiz bir inciklikdir. Yəni deyilməyən sözlər, gələcəkdə partlayışa səbəb ola bilər deyilməyən sözlər. Hisslərini yumuşaq şəkildə ifadə et. Sənin səmimiyyətin onun elə bir qarşı tərəfin qorxularını aradan qaldıra bilər. Bax, subay dolçalar. Subay dolçalar bu həftə sosial mediada və texnoloji platformalarda maraqlı tanışlıqlar ehtimalı var. Amma diqqət, bu tanışlıq real duyğularla olmaya bilər. Yoxsa elə bir virtual oyunlarla bağlıdır elə bir. İlk baxışdan seçmək çətin olacaq sizin üçün, amma intuisiyanıza, yəni siqnal verilərək, yəni intuisiyanla hər şeyi hiss edə biləcəksiniz. Bu həftə bəzən tək qalmaq, kənara çəkilmək, musiqi dinləmək, sadəcə baxışlarla düşünmək istəyə bilərsiniz. Yəni biraz, yəni həm keyfli, həm keyfsiz ola bilərsiniz. Yəni tək qalmaq elə bir siz üçün hərdən elə gəlir ki, vacibdir mən tək qalım. Özünü insanlardan uzaqlaşdırmaq istəyəcəksiniz. Lakin nə qədər uzaqlaşdırsanız da özünüzü günahkar saymayın. Bu təkliyin içində özünüzü tapırsınız. Bəziləriniz, bax, dolçalar olur ki, tənha oturursunuz, hər şeyi düşünürsünüz. Sizin hazır olmamış bir planınız hədəf ola bilər. Çalışın ki, ideyalarınızı hələ ki paylaşmayın. Qohum-qonşulara aranı qorumağa çalışın, amma hər tənqidə reaksiyada verməyin. Özünüzə vaxt ayırın, yaxınlıq duyduğun insanlarla belə həftə səni yora bilər. Hətta ən əziz insanlarla belə oturub durduqca siz yorula bilərsiniz. Maliyyədə də biraz riskə atma özünüzü. Hisslərinizi ifadə edin. Səssizlik münasibətlərinizi zədələyə bilər biraz. Amma baxmayın, bax, hərdən deyirəm də özünüzü unutursunuz elə bir. Özünüzü unutduğu an həyat sizə özünüzü xatırladacaq. Bax, əziz dolça, sən bu həftə həm daxilində, həm də xaricdə elə bir ki, böyüdün. Böyük bir səssiz bir inqilab yaşayırsan içində bəziləriniz elə bir ki, bax, böyüyərək səssizliyə girirsiniz. Kim olduğunu, nəyə inandığını, niyə bu qədər fərqli olduğunu elə bir yenidən anlayacaqsan. Dolça bürcləri, əzizlərim, sizləri mən çox istəyirəm. Hamınızı çox istəyirəm. 12 bürcdən yenə edirəm, hamımızın, mənim də bürcüm içində, hamımızın yaxşısı pisi də var əzizim. Amma dolçalar o qədər özünə qapanıq olur ki, çox vaxt. Bəziləri, məsələn, dolçalarda çox vaxt günah tapırlar, günahlandırırlar. Ya sevgi mənasında. Yox əzizim, hər bürcdə var pisi yaxşısı. Amma ki, dolçalar çox vaxt özünə qapanırlar bəzi vaxtlar, bəziləri. Diqqətinizə görə var olun, çox sağ olun. Biraz xəstəyəm deyənə üzrü hesablayın. Yenə də dəstək olduğunuza görə var olun, sağ olun əzizlərim.